Sən bilmədən hər gün palma yağı yeyirsən. Və bu heç də təhlükəli deyil. Gəl bu barədə 3 mifə aydınlıq gətirək. Mif nömrə 1. Trans yağlar. Palma yağında onların miqdarı 0,1%-dən aşağıdır. Zeytun yağındakı kimi. Bəli, keçmişdə insanlar 50-60% trans olan gidrogenləşdirilmiş margarin yeyirdilər. İndi isə o təhlükə artıq aktual deyil. Mif nömrə 2. Palma yağı kanserogendir, yəni loru dilində xərçəngin səbəbkarıdır. Palma yağında glisidol adlanan təhlükəli maddə var. Amma detallara baxaq. Birincisi, bu maddə bütün bitki yağlarında var, zeytun, günəbaxan da daxil. İkincisi, miqdar. Hər kilo palma yağına 1 mg glisidol düşür. Yəni yox kimidir. Biz deyə bilərik ki, bitki yağları palma daxil kanserogen deyil. Üçüncü mif, palma yağın heç bir xeyri yoxdur. Bu yalandır. Palma yağı 50% doymamış turşulardan ibarətdir və rəfinə olunmamış halda A və E vitaminlərinə zəngindir. Lap kök və ispanaq kimi. Qısaca, palma yağı sizin üçün zərərsizdir. Hər dəfə yadınızda saxlayın ki, yağın özü yox, onun miqdarı sizin üçün təhlükə daşıya bilər. Çünki biz ümumiyyətlə yağı azaltmalıyıq. Daha bir maraqlı fakt, nəsə qızartmaq üçün palma yağı kərə yağından daha uyğundur, çünki onun tüstülənmə nöqtəsi 230 Selsidir. Gələn dəfə etiketləri qorxu ilə yox, elmlə oxu. Əgər qidalanma barədə daha çox öyrənmək istəyirsənsə, profilimdəki linkdən keç və ödənişsiz PDF yüklə.